Deməli, okey. Biz bax burada dedikdə bu özünü necə davranır? Buradakı value type kimi. Və yaxud digər sözlə bax belə deyə bilərik. Məsələn, gəl açıq şəkildə belə yazaq. Bax person P1 deyək də uzun olaraq demirəm ona. Bax P1 burada özündə ay tamam person yazmaq istədim biraz əyri aldı nəsə. XT nə bilim C. Bu şəkildə ünvan saxlayıb. Düzdür? Bu da gedir hipə. Hipdə də bax belə bu formada bizim yəni bizə dəqiqə əyri düşdü. Məlumatlarımız var. Deməli, bax, hal-hazırda bunun məlumatlar toplusu nədir? Adda, daha doğrusu full name-də də. Full name-də bu yazılıb. Həmin Ali Aliyev. Ali. Hamısını yaza bilmirəm, düz sığışmır deyənə. Sonra age olaraq burada belə tutulur ki, neçədir? 20. Yox, indi 23 deyil, bura gələndə düzdür də. Çünki burada bizim update məsələmiz işləyibdir. İşləyibsə, hə, düzdür, 56 olacaq. Və digər bu da deyəsən Ali deyildi. Orada Mahmud idi, nə idisə onunla Mahmud. Sonrakı da ünvan, nəysə də o ünvan məlumatları. Yəni bu şəkildə burada yerləşir. İndi biz burada person age deyəndə təbii ki, birinci persona görə gedir ünvanı tapır, sonra age-ə də gedir property-sini tapır və nəticədə bax buradan nədir buna dəyər 56. Bax bu eləyir 56. Elə bil ki, bax bu bizə 56-nın maskalanmış versiyası kimi belə deyək, düşünə bilərik. Və yaxud da belə bir yazılış yazsaq ki, int deyil düzdür, sonra bunun tipi byte düzdür, byte bir dənə A dəyişəni yazırıq, sonra P1 qoyub nöqtə age yazırıq. Bax burada da eyni qayda ilə baş verir. Burada gəlir dəyərini tapır, 56 deyilmi? Tamam, 56-nı mənimsədir. Yəni bildiyimiz qayda ilə bax bu yazılışla bu senaryo olaraq deyirəm ha, yəni bax bu sətirlə deyək, bərabərdir 56, heç bir fərqi yoxdur. Yəni bax heç bir fərqi yoxdur. O deməkdir ki, sadəcə burada yazdığımız ifadə, ünvan falan, digər şeylər heç bir əlaqəsi olmayacaq bu dəyişəndən. Sadəcə bunun cari dəyəri nədirsə, dəyər mənimsədiləcək vəssalam, getdi işinin dalınca. Yəni bu ayrı, bu da ayrı. Çünki bax arada sadəcə dəyər mənimsədildi. Amma biz burada ya da belə deyək, ora keçməmişdən qabaq. Bax bu situasiyada qaranlıq qalan və yaxud nəsə belə deyim də aydın olmayan hissə hara oldu? Xeyr, müəllim, bunu başa düşdüm mən. Okey. Bir Value dənə type-dan işimiz bitdi, obyektini. düzdür? Hə. İndi bax value type-lardan bir dənə də bu şeydir. Məsələn, bir neçə versiya olaraq yaza bilərik də. Bu daha belə deyim, biraz çaşacağımız bir versiyadır. Çünki referans type-ın içindən value type istifadə edib yazmışıq. Bu biraz elə bir qarmaqarışıq situasiya ola bilər. Digəri rahatdır da. Məsəl üçün, mən burada bir dənə indi sadə bir dənə funksiya yazdım F1, düzdür? Burada da yazdım ki, atıram da int a bərabər idi 25. A-nı göndər. Zaten burada çaşmayacaqsan da görəsən value'dur, value'dur, tamam. Burada qarışıq gəlməyəcək sənə. Mən bunu ona görə yazdım ki, gəl klassın içindən, daha doğrusu referans type-ın içindən bir dənə value type-ı götürmüş kimi davranaq. Bu maskalanma biraz aldada bilir də adamı. Bəli, Bu müəllim, onsuz birinci dəfədə mən elə bildim ki, referans type-dır. Elə Aha. yadımda qalmışdı, elə bilirdim daha doğrusu. Hə, Məsələn, value type. başa düşdüm. Ona görə bu nöqteyi nəzərdən getdim ki, o biz qarışığı bilək, zaten sadə-sadə don tez tutacağıq. Referans type içində məsələn, hə, belə bir situasiyamız olsa, bax age yerinə. Atıram gəl burada belə bir şey ola bilər. Bir dənə mən bura property yazıram. Person. Məsələn, parent person olsun. Məsələn, şəxsin valideynləri saxlamaq istəyir. Hə, bax bu situasiyada indi mən belə bir şey istifadə edəsəm. Person birin nöqtə parent personu. Bax bu yenə də referans type'dır. Yəni buradakı belə bir şey deyim də, referans type burada yazılan pillələrə görə çağırılma şəklinə falan filan deyil də. Referans type nəyə bağlıdır? Ən sonuncu bizim bax, bu yazılış situasiyamız nəyi ifadə eləyir? Bax, bunu ifadə eləyir. Yəni bu nədir? Ya biz də belə demişik də, demişik ki, klassın içində olan public propertiləri çöldə bu formada çağırıb istifadə eləyəndə neynirdik? Bizim obyektimiz olurdu.
obyektimizin üstündən nöqtə qoyaraq onun propertilərinə bir-bir satırdıq. Bu bizim propertimizi təmsil edir. Onda biz gedib baxacağıq propertimizin tipi nədirsə, ona görə artıq biz qərar verəcəyik ki, bu value type idi istifadə elədiyimiz yoxsa reference type. Baxacağıq bura ki, bu person-dur, class-dır. Deməli bu reference type-dır. Baxırıq gəlirik byte-a, görürük ki, bu value type-dır. Yəni hansı propertini istifadə eləyiriksə və o propertinin tipi nədirsə, yəni value type-dırmı, yoxsa reference type-dırmı, artıq onu həmin bax o propertinin qarşısında yazılan tip təyin eləyir. Yəni nə olsun ki, bu klassın özü reference type-dır ümumilikdə. Biz property gəlir. Yəni cari propertinin tipi nədirsə, həmin o propertinin də value və yaxud reference type olduğunu onun tipi təyin eləyir. Yəni ana klassın tipi və yaxud obyektin nə olmasının önəmi yoxdur. Önəmli olan bunun tipi nə idisə o təmin eləyəcək. Həmin bax eyni qayda ilə bunda. Okey, bunu yığışdırdıq. İndi ikinci situasiyamız var idi ki, referans tayfa görə ötürmə. Gəlirik burada baxırıq ki, gəlir neyniyir? Person'u ötürür bura. Başlayır bunun belə bir dənə şeyləri var. Nə deyim? Full name'in deyil dəyiş, age'in dəyiş, adresini dəyiş. Tamam, indi bax bu situasiya necə olur? Gəl qoburanı bağlayaq. Pik, piklə eləyək. Bu bizim üçün daha aydın gözümüzün qabağında olsun ki, nəyisə istinad eləyəndə daha rahat şəkildə görəcəyik. Okey. Bu bax dedik ki bizim P1'imizdir, düzdür? P1'imiz referans type'dir. Deməli bu ü yazıram vəbşəli ünvan məlumatını saxlayır. Öz dəyərləri də var buradadır. Öz bay ilkin dəyərləri budur. Gəl ox olaraq çəkirəm. Həmin şeylər burada yerləşibdir. Amma necə yerləşib? Property'nin adı, full name, fılı, bildiyin həmin bu dəyər. Age burada dəyər. Hamısı var burada yerləşib. Düzdürmü? Ü hərfini. Ü də ünvanımızdır. Demişdik ki, referans tipdən olan dəyişənlər mənimsətmə əməliyyatı yerinə yetirəndə nə baş verir? Bu ünvan məlumatı ötürülürdü. Yəni, bax, biz burada P2 bərabərdir P1 yazanda, üzr istəyirəm, P2 yox, P1 yazanda. Bax, burada çox sadə. Gəlirdi bura P2-ni əlavə eləyirdi. Ü nədir? Ü bunun spesifik ünvanında sadəcə ü ilə işarə edirəm. Ü-nü burada verirdi. Bu da ü, bu da ü. Zaten belə deyim də, bu ü buranı istinad eləyirsə, buradakı ü də buranı istinad eləyir. Artıq nə oldu? Bax, buna fikir ver. Eyni yeri bölüşürlər. Eyni məlumat yerini bölüşürlər. İndi buradakı məlumatı mən P1 ilə dəyişsəm və yaxud P2 ilə dəyişsəm, bir-birinə təsir eləməyəcək səncə? Çünki eyni yerdən belə deyim də, qabda məsəl üçün belə bir şey düşün də. Burada 5 litr su var. Sənin də əlində bir dənə quruşka var. Quruşka 1. Mənim də əlimdə quruşka 2 var. Düzdür? Mən quruşka ilə buradan 1 litr suyu kənara tökdüm. Düzdür? Qaldı burada neçə? 4 litr. Sən həmin bax bura baxanda 4 litr görəcəksən. Düz deyil? 7 litr görməyəcəksən ki və yaxud 5 litr görməyəcəksən ki. Eyni ilə bu da. Yəni P1 ilə və yaxud P2 ilə eyni yeri dəyişdiyimizə görə. Çünki ünvan eyni yerə istinad edir də. Burada bir dənə ünvan var. Elə bil ki, ünvan 1-dir. Bu bir dənə yerə istinad edir. Ha bununla da, ha onunla. Yəni buradakı situasiyaya fikir ver, eyni ekvivalentdirlər. Eyni yerdən, eyni hovuzdan belə deyim istifadə edilir. Ona görə də mən burada növbəti sətirdə P2 nöqtə məsəl üçün age yazsam 44 avtomatik burada neçə idi? 23. 23 olacaq 44. Deməli, mən indi P1 ilə gəlib bu age görəndə yenə 44 görəcəm, P2 ilə də gələndə 44 görəcəm. Ona görə bunların birinin dəyişməsi o birisində də təsir eləməsi normaldır. Çünki eyni yerdən qidalanırlar və yaxud eyni yaddaş sahəsini bölüşürlər. Okey, bunun ikinci situasiyası nədir? Bu bərabərlik, ekvivalent olaraq eyni məntiq, eyni logicin belə deyim də tətbiq olunduğu situasiya. Funksiyalara ötürülmə. Biz burada update funksiyası yazmışıq. Amma burada fikir ver. Person 1 yazanda da yenə. Bax, həmin bu ü gəlir, ötürülür bura. Bura bu dəyərlər ötürülmür ha. Ü-nün özü ötürülür. Bu da hansı funksiyadır? Bax, həmin var bu funksiya. Bu da o deməkdir ki, burada da ü qalır. Həmin ü qaldığına görə də full name burada da müraciət edəndə age-ə bura müraciət və adresə bu şəkildə müraciət edib dəyişəndə bu da gəlir, neyniyir? Həmin bax bunlar buradakıların dəyişmiş olur. İndi fikir ver, bu situasiyamız olsa, buradakı person, buradakı bizim
P1-imiz və P2-miz eyni şeyi göstərəcəklər, dəyişilmiş məlumatı. Elə bil bu yaddaş sahəsinə anlıq olaraq 3 dənə giriş oldu və yaxud burada bax Kruşka 3 də gəlmiş oldu. Kruşka 3 dənə də gəlib buradan götürəndə Kruşka ilə görür ki, ən son neçə litr qalmışdır? 4 litr isə bu da 4 litr görəcək. Bu buradan 1 litr dağıtsa kənara, hər kəs 3 litr görəcək. Kruşka 3 ilə də 1 litr kənara töksə, hər kəs 2 litr görəcək. Hər kəs dediyim bax Kruşka 1, Kruşka 2, Kruşka 3. 2 litrin özünü görmüş olacaqlar. Burası necə? Yəni Burası qarşı gəlmədi ki. burada mənim ilk növbədə person 1 yazdım, misal üçün update-də Aha, yəni obyektlər arasında referans edəcək. Ona görə gəldik burada person yazdıq, təzədən update-in içində, metodun içində. aha. Burada person yazanda, yəni avtomatik şey olur da, person adında obyekt yaradılır elə. Yəni Hə, burada təbii ki yaradılır. aha, Yaradılanda da bax biz bunu ötürdüyümüzə görə. Hə, bax burada elə bir fikir ver. Person deyə yenə stekə düşür. Person. hə, Buna yenə bax həmin bunların eyni ünvanı o ünvanı mənimsədir. hə, stack yaddaşında yaradılır, Aysa yaddaşda ü. yaradılır. Yenə də Bəli. yaddaşı üdür. Ü olduğuna görə bu da bura bağlanır. Yəni onu bildim, bəli. Aha. Sonra da gəlir heç nə. Hə, bir dənə bir Burada şey deyim ki, məsəl üçün biz funksiyalarda belə bir situasiya var da. Funksiyada istifadə olunan dəyişənlər lokal xarakterlidir. Funksiyanın gövdəsi bitsə, söz yaddaşdan silinəcək. Elə bil burdakı situasiya anlıq olaraq qalır. Yəni person dəyişəni belə deyim yarandı. Tak burada istifadə olundu. Dəyişdi, bu blokun sonunda person da yaddaşdan silinmiş olur. bunu bir də deyə bilərsən zəhmət olmasa. Hə. Person Funksiyalarda yaddaşdan silinir. istifadə olunan dəyişənlər lokal xarakterlidir. Və Bəli. bunların yaşam müddəti bax burada başlayır bu blokda və burada da bitir. Yəni bax bu funksiyanın daxilində keçərlidir həmin bu person. Cari anda sən koda müraciət elədinsə, person yaranır. Və həmin bu persondan söhbət gedir. Dəyişən adım belə olmuş. Hə, başa düşdüm Başlayır onun mənim içində bəli. tak bu məlumatları doldurdu, elədi, dəyişdimi buranı? Okey. Burada nə kod icra eləyirsən elə bu bloka qədər. Nə iş görürsən, görsən, Perl-la bağlı istifadə edə bilərsən. Bu blok ki, kod sətrimiz sətr icra olunur da prinsip olaraq. Bu sətrə gəldisə, artıq yaddaş sahəsindən həmin bax bu silinəcək. Tamam, bu silinsin ha. Bunun silinməyi buna təsir eləmir axı. Yenə də burada 56 idisə 56 olaraq qalacaq. Mən də indi gəlib burada Perl 1-i təkrardan çıxışa verəndə, o təkrardan gəlib onsuz bura müraciət eləyir. Bura müraciət edəndə yenə Kruşka hovuz məsələsinə baxanda necə idisə burada deyim. 56-dırsa 56-nı da çıxarmış olur. Bu qarışıq olmadı ki. Yüngülvari qarışıq gəlir, amma yəni belə bildim, o şey deyilən bildim, orada problem yoxdur. Aha. Sadəcə referans tayplarda gələ biraz öyrəşəm. Hə, əslində əvvəlki dərslərə onda belə eləyərsən, bir dənə göz-gözü baxarsan Bəli. klassların bölməsinə. Buna oxşar situasiya orada hə yadımdadır. Orada baxmışdıq. Hə, yox, var idi, bəli. Hə, Bəli, var bəli. idi. Hətta bax burada kommentariya almışam, amma bunu da izah edəcəm. Bunu da orada biz baxmışdıq. Burada biraz situasiya fərqlidir ona görə. Burada nəsə qarışıq qalmadısa, bir də göz Yox, yox, gəzdiyin. yox, yox, vermədim. Hə, okey, aydındır onda. Bəli, bəli. Tamam. İndi bunları biz silək. Gəl bunları kommentariya alaq. Və bax burada belə bir dənə dəyişiklik edək. Gəl indi buranı run edək. Aha, biz deməli bayaq dediyimiz kimi ekran sola alaq. Ən gözdə qoy söndürək. Blok qarışmasın. Nə yenidən run edək. Tamam. İndi buradan biz addım-addım gələcəyik. Ki, burada görək nə baş verdi və nə oldu. Birinci istəyirsən hətta belə eləyək. Ümumi nəticəni bir dənə çıxaraq. Deməli, ekrana baxsaq, bax.
Bayaqçından bir balaca fərqli situasiya görəcəyik. Mahmudu var, burada biz görməyəcəyik. Görürsən, bax, burada Mahmud deyil. Bax, ad yenə Alidir. Axıra qədər də Ali qalıb, dəyişilməyib. Burada biz bir balaca fərqli senari çizdik. Bax, yaddaş olaraq burada necə baş verir? Deməli, bizim ora gələcək P1 buradaydı. Buna Ü verilmişdi. Bu Ü nəyə istinad eləyirdi? Bura. Bu nədir? Həmin bu məlumatların toplandığı haldır. Belə deyək. Qaldığı yer idi burada. İndi biz buna eyni qayda ilə funksiyaları referansa görə ötürülməni yoxladıq. Göndərdik buna. Sadəcə burada bir dənə belə bir situasiya yazır. New açar sözündən istifadə ilə person yazdıq ki, belə-belə bir Mahmudu bu şəkildə dəyişdik. Mövcud olan obyektin üstündən getmədik. Yeni bir dənə yaratdıq. Bax, burada nə baş verdi? Həmin bu personumuz burada yarandı anlıq olaraq. Belə bilin, bax, bu sətrə gələnə qədər, 27-yə gələnə qədər, bax, belə bir situasiya var idi. Person. Bu arada eşidirsən, internetdən nəsə kəsinti oldu. Eşidirəm, bəli, bəli. Hə, nəsə internetlə bağlı kəsinti oldu deyəsən. Tamam, o çox qarışıq yazılır. Bizə dəqiqə. Ya elə bunu P yazaq. Bax, hələ ki, bax, bu sətri deyirəm. Biz 27-dəyik. Kodumu sətr-sətr icra edir. 27-yə gələnə kimi bax, belə bir situasiya oldu. Bu da Ü. Bu da bura bağlanıb. Bu da bura bağlanmışdı. Amma 27-ci sətirdə biz fərqli bir dənə kod yazdıq. Dedik ki, buraya yaz, new person'ı yaz və məlumatları doldur. Bax, yadındadırsa bu new person yazanda artıq bu nə deməkdir? Yaddaşda yeni bir dənə yer açırıq. Buradakı məlumatlara uyğun yaranır, yaddaş sayı yaranır və buradakı ünvan silinir. Artıq bura olur Ü1 və bu da silinir. Bu silindiyinə görə mən burada aşağıda artıq hətta bunları açsaydım da belə açaram hətta onu da görərik. Bunlar artıq bir-birinə təsir eləməyəcək. Niyə görə? Çünki bax buradakı əlaqə kəsildi, bu artıq bura bağlandı. Yəni bu şey halda desək də, vizualizasiya formasında desək, proses bu ardıcıllıqla baş verir. Çünki bu yeni ünvan, yeni yaddaş sahəsi yaratdığına görə də bunlar arasında heç bir bağlantı olmur. Bağlantı olmadığına görə də birinin dəyişikliyi o birisinə təsir eləməz. Amma bundan əvvəlki situasiyada isə elə bir məsələ yox idi. İkisi də eyni yaddaş yerinə müraciət edirdilər. Yəni ikisi də elə bil eyni qabdan su götürürdülər. Bunun bax ekvivalent nümunəsini yenə belə də eləyə bilərik. Məsələn bizim Person birimiz var. Person 2-yə mənimsətdiyi Person 1-i. Burada indi Person 2-də nə dəyişiklik eləsək demişdik ki, bunda təsir eləyir. Tamam. Amma mən bunu poza bilərəm bu şəkildə. Yazaram Person 2 bərabərdir new. Həmin bu Person'dur, düzdür. Person yazsam. Bu şəkildə yazılış artıq bunlar arasında olan referans əlaqəsini kəsir. Çünki bax, buradakı artıq yeni yaddaş, yeni ünvan sahəsi ayırdığına görə birbaş olaraq bax, bura təsir eləmir. Bu həmin bax, belə bağlantını qırır. Yeni bir dənə bir bağlantı açır, bunu bura bağlayır. Məntiq etibarıyla buna fikir ver. Mən burada dəyişiklik eləsəm, bununla bunun əlaqəsi yoxdur. Necə bir-birinə təsir eləyə bilər? Heç bir halda Yəni o eləmir. burada Aha. misal üçün hər ikisi person klassının konstruktor metodu da belə deyək. Aha. Yəni misal üçün hər ikisi person aiddir. Misal üçün əvvəlkində Aliyev Ali yazmışıq, amma burada Mahmud Vəliyev yazmışıq, Aha. amma persona aiddir də bu. Bir də konstruktor Ya. sayılır bu. Hı. Okey. Sual necədir bir dənə? Burada dedim ki, Personda konstruktor metodları var. Misal üçün birincisində Aliyev Ali vermişik, digərində Mahmud Vəliyev vermiş, daha Aha, yazmışıq. bu və bu. Burada fərqləndirən şey obyektlərdir də onda. Misal üçün Burada burada önəmli fərqləndirən bax new-dur. New yeni bir new ilə yaddaş biz hər dəfə sahəsi açır. hə, amma obyekt üçün açır da elə. Hə, hə. Hə, bildim. Və yeni yaddaş sahəsi açdığına görə də həmin əvvəlki connection artıq belə deyə və yaxud əlaqə deyə, bağlantı deyək də qırılmış olur. Bu artıq o deməkdir ki, bu sətirdən 27-dən sonra bax, bunlar arasında əlaqə qalmır.
Yəni bunlar hərəsi öz müstəqil, öz yaddaş sahilinə müraciət eləmiş olurlar. Amma bundan qabaqki situasiyada bunlar eyni yaddaş sahəsinə müraciət edirdi və ona görə birinin dəyişikliyi o birisinə təsir eləmiş olurdu. Yəni new açar sözünü gördünsə, yeni klass verəndə də aralarında köhnədən təbii ki, var idisə belə deyim də referans bağlantısı, onları kəsmiş olursun. Çünki bu yeni yaddaş sahəsi yaradıb ona mənimsətdir, bununla onun işi bitmiş oldu. Amma bu şəkildə məsələ burada bax, məsəl üçün necədir? Mən P1-ə P2-ni mənimsətməklə bura bu şəkildə yazmağım arasında fərq var. Bu özündə bax, məntiq etibarından bax da, bu özündə ünvan daşıyır axı. Bu sadəcə neyinə götürdü ünvanı verdi bura. Həmin o dəyərləri daşımır kürəyində, belə deyək, və yaxud əlində. Bu isə birbaş olaraq götürdüyü dəyərləri də yeni yaddaş sahəsində mənimsətdi bunu. Bu ünvan mənimsətmir ha. Bu birbaşa hər şey mənimsədir, belə deyək. Daha doğrusu belə deyək, həm ünvan mənimsədir, həm də dəyərlər. Hamısını bir yerdə də belə deyək. Yeni ünvan, yeni bir dənə dəyər mənimsədir və salam. Bunlar arasındakı əlaqə qırılmış olur. Yəni new gördünsə, burada funksiyanın içində və yaxud çöldə də dediyim kimi, bu sətirdə kimi artıq belə deyim də yeni əlaqənin olması deməkdir. Yəni əvvəlki dəyişənlə mənimsətmədəki ifadənin bir-birinin arasında şey olmayacaq. Asılılıq olmayacaq. Okeydirmi? Bəli, müəllim, onu bildim. Hı Daha -hı. sonra burada amma şeyləri verməyib bizə. Mahmud Vəliyev 56. O Aha. necə işləyir ki, həmin o Bax sonra indi nə olur? gözlə. Onu niyə görə verməyib? Bax indi dedi ki, bizim bu P1-imiz ünvan cəhətdə 1 idi. Bu sətrə qədər, 27-ci sətrə qədər olduğu P1-imiz Ü1. Üzr istəyirəm, P1-imiz yox, P-imiz. Gözlə, düz yazın. Ü1. 27-ci sətrə qədər. 27-ci sətirdə, hə, bax bu arada da Ü1 də bax budur. Bu Ü1-dir. Həmin buradakı məlumatlar gəl bura referans eləyək ki, bilək ki, nə məlumatlardır. Bax bunları saxlayır Ü1-imiz. Düzdür? Bu okey, bu da Ü1, bu da Ü1-dirsə, onda gəlib buradan istifadə edəcək. Amma bu sətri yazanda artıq buradan bura şey elədi. Yeni yaddaş yaratdı. Bunun adını qoydu Ü. Həmin bunda verdi bunu. Bu sətirdən sonra bunlar bir-birindən əlaqəsi itdiyinə görə də burada gördüyümüz Ü1-in məlumatları, məsəl üçün Mahmud deyil. Mahmudla buna təsir eləyə bilmədi artıq. Çünki bunlar fərqli yaddaş sahəsini bölüşdülər. İstəsən bax bunu bir balaca qarışıq belə eləyə bilərik. Deməli, bura hətta Mahmud yox. Gəl yazaq məsəl üçün Zamiq Ağayev. Sonra bir dənə də var burada belə bir şey yazacaq. Zaur Salahov. Gəl bir dənə belə bir şey yazaq. Hə, bax burada daha qəşəng görəcəksiniz. Bax Zaur Zamiqi gördüyünü təsir elədi. Amma sonrakılar heç biri təsir eləmədi. Həmin bayaq biz dediyimiz bax situasiyanı yenə də burada təşkil eləyə bilərik. Ya bir dənə də lap başdan alaq. Deməli, astıq yaddaşımızı P1-imiz zaten var. P1-imizin ünvan dəyəri Ü1-dir. Ü1 də buradadır. Okey, yerindədir. Tamam. Deməli, Ü1-imiz birinci situasiyada nə idi? Buranı istinad eləyirdi. Burası da aydındır. Gəldik biz burada funksiyamız icra olundu. Bax, gəldi bu 27-ci sətirdəyik. 27-ci sətirdə buradakı person P ilə işarə eləsək onu. Onun da yenə dəyəri Ü1-dir. İndi mən burada P nöqtə bax, bu sətri yazanda bax, bu da Ü1-dir, bu da Ü1-dir. Bu bura istinad eləyirdi, bu da bura istinad eləyirdi. Bu neyimi dəyişən kimi bir-birinə bax təsir elədi. Bu əvvəlki qaydamız. Doğrudurmu burası? Bəli, müəllim. Okey, bax bu artıq 28-ci sətirdə buradakı situasiya dəyişir. Bu Ü1-i ləğv eləyir, buradan yaradır Ü2.
Və bu da olur onun ü Ü2-sin yaradandan sonra başlayır ora məlumatlar əlavə eləməyə. Yaradandan sonra ha. Yaratmamışdan qabaq vermir. Yaradılmamışdan qabaq bu zaten buraya bağlanmışdı bura. Bu buradakı həmin o əlaqəni təmiz kəsdiyinə görə bunu ləğv elədi. Bunu artıq ü2 ilə qoşdu bura. Bax Mahmud yazdıq. Sonra buradakı bax Zaur yazdıq ha. Zaur sadəcə bura təsir elədi. Bax bura yox. Sən ona görə burada sən sadəcə Zamiki görürsən. Onun da nəyin sayəsində? Baba, həmin və bu sətr. Yəni düşün də məntiq etibarla P1-in nəyə istinad edir? P1-in bura ilə işləyir. Mənim götürdüyüm Mahmud da Zamikdir, buranı dəyişir. P1 ilə buradakı dəyərə çata bilməzsən axı normaldır. Çünki bax bu sətir new açar sözü. Həmin bunlar arasında olan əlaqəni kəsir. Əlaqəni kəsmək də o deməkdir ki, bunun ayrı yaddaş sahəsi, bunun da ayrı yaddaş sahəsi olacaq. Ayrı yaddaş sahəsi olduğuna görə bir-birinə təsir eləməyəcək. Bu da normaldır. Başa düşdüm mən. Okey oldu mu? Bəli, bəli. Tamam. Heç nə. Okey. Onda belə. Gör əgər nəsə olsa yenə bir də baxarsan, buna da baxarsan, burada da izah elə. Bir də əvvəlki o dediyim o klass obyekt dərslərinə də baxırsan. Bir Yaxşı. dənə əlaqələndirməyə çalışarsan, gör orada əvvəl məncə bu situasiyaların çoxunu elə değinmişdik. Bəli, bəli, Orada demişdim. Yəni, Referans yəni. tayfa falan danışmışdıq. Məncə Bəli. bu oxşar nümunəni orada da zənn edirəm Bəli, vermişdik. bəli. Hə. Orada indi ola bilər ki, belə deyildi. Məsələn, belə ola bilərdi oradakı. Fərz elə var. Person 2 deyirsən, bərabər yazsın person 1-ə. Məsələn, eyni situasiyanı mən burada da canlandıra bilərəm. Full name-ə götürüb verərəm. Məsəl üçün, ıı, məsələn, nə var? Vidadi verərəm. Nə bilim, məsələn, Kərimov Vidadi. Sonra götürüb person 1-ə mənimsətsən new person-u. Eyni situasiya burada da artıq pozulacaq. Mən gətirib burada person, indi burada gətirəm bilən bir dəqiqə qovların datalarını dolduraq. 0 verdim, bir dənə də boşluq verdim eləlik. Vergül yaddan çıxdı. Okey. Bu şəkildə verib gəlib burada person 1-ə nöqtə full name-inə. Məsəl üçün Şamil desəm, Şamil Qurbanov. Həmin bayaqki izah elədiyimiz yollara eyni qayda ilə birəbir burada aid. Bu sətirdə gəldi ünvanların bir-birinə verdi. Buradakı dəyişiklik hər ikisinə təsir edəcək. Çünki eyni yaddaş sahəsini bölüşürlər. Bax, new açar sözü bu şəkildə yazdıqsa artıq person 2 ilə person 1 arasında ayda bircə dəqiqə dən gözlə. Belə də okeydir, amma mən izahı belə verəcəydim. Yəni gəl belə eləyək. Gəl bunların hamısını page eləyək. Yəni o situasiyada yenə əslində keçərli idi. Prosta ki izahı o nöqteyi nəzərdən verməyəcəkdim deyə dəyişdim. Deməli bax burada nə elədi? P1 ilə P2 eyni ünvanı mənimsədirlər. P2, P2 və P1. Bir yaddaş sahəsinə bağlanıblar. Bu da nə olsa. Burada new açar sözünü bu şəkildə yazdıqsa artıq bunlar arasındakı əlaqə qırılmış oldu. Bundan sonra bu yazılan, buradakı yazılan bir-birinə təsir eləməyəcək. Yəni P2 ilə P1 artıq əlaqəsi kəsir. Necə ki, bax funksiyada yazmışdıq ha. Burada da eyni qayda ilə eləyəcək. Belə eyni yolu izləmiş oluruq və yaxud eyni qanunluq gözlənilir. Okeydirmi burası? Bəli, müəllim, bildim. Tamam. Əsas şey buradan niyə görür? Hə, Niyə açar söz? yəni əslində new artıq onlar arasında əlaqəni kəsir də belə deyək. Bəli. İndi bax biz bunu nəyin üstündən demişdik? Dedik ki, value type-ları da əslində value type-lar normalda dedik ki, dəyərə görə ötürülür. Amma value type-ları da elə eləyə bilərik ki, dəyər məsələsini ünvan belə deyim də ünvan olaraq ötürmüş olaq. Onda da bax necə eləyəcəyik? Age, bax mən gəlirəm bura.
Bura bir dənə belə bir şey yazırım. Yazıram old. Sonra belə eləyəcəyik. Mənim də dəqiqə. Yəni old'u verdiysə bunu deyəm bir dəqiqə mən neysə qarışdır. Bircə saniyə mən neysə burada qarışdırdım yəni. Nə deyir ki, use of unassigned parameter age. Bir dəqiqə. Hə, yine biz zaten değer verebilirdik. Old verebilirdik. Hə, bu şəkildə verebilirdik. Okey, dayan indi bizə burada nə lazım olacaq? Bunun biri lazımdır, yenilənmiş dəyər. Biz biri yazmalıydıq. In may not be used auto reference value type. Mən bir səhiyyə neysə onu gördüm, kaçırdım. Byte D bərabərdir, məsələn 34. F. Deməli, oldda biz başlanğıc dəyər verməmiz mütləq idi. F-i yazsa bura. Hə, bu keçdiyəcə bir də bunun səbəbi nədir, ona bir dənə baxaq. This person is not null here. Tamam, zaten burada null değil de. Teşin on en non ref. Ha, okey, bir istifadə edilməli, tamamdır. Bunun tipi 2 olmadığına görə də istifadə edilməz. Referansların içindən. Tamam, onda qaydamızı belirləyək. Məsələn, burada yazdıq age'imizi. Gəl belirləyək. Age'imiz nə idi? Person 1'in nöqtə age'i. Mənimsətdim bura, düzdür. Sonra age'imizi ötürürük bura. Ama o tasar sözüyle biz de burada bunu zaten değiştik. Burada aslında ha olar. Gel belə deyək. Əslində burada heç lazım deyil. Burada olması olur. Ya da ki qalsın da artıq falan bir şey yoxdur. Son 9'u düzdürmü? Biz belə eləyə bilərik. Gəl burada da age çıxardaq onda. Köhnə. Yəni qarşılıq olmasın deyə bir şey eləyəcək. Biz bilməyəcəyik ki, bu oradan gəldi, oradan gəlmədi. Yanında bu şəkildə ben run eləyək. Deməli, köhnə yaş budur. Keçək indi bura. İndi burada fikir ver. Age mənimsətdik bura. Köhnə yaşı çıxartdıq. Köhnə yaşımız hardadır? 23. Mən gəldim, update'in artıq belə deyim də strukturunu dəyişdim age'in. Götürdüm onu oldla göndərdim parametr olaraq. Bax, burada fikir verib 99 hardan çıxdı? Həmin buradakı 99. Amma gəl lap belə eləyək. İkisini də saxlayaq müqayisə üçün. Gəl belə eləyək. Update'in digər versiyasında yazaq. Qalsın. Yəni, deməli bu olsun updater href yazaq buna. Referans olaraq o açar sözü. Bu da belə qalsın. Gəl bizə dəqiqə ekranımızı təmizləyək. Buranı da bir dənə biz söndürək. Tamamdır. Evet. Deməli, update'imizin bir dənə 2 dənə versiyamız var da. Yenilənmişi yazdıq. Gəl bir eyni qayda ilə keçəcəyik bura. Təkrardan bunu verəcəyik. Yenilənmiş yaş 1 olar bu. Bir də yenilənmiş yaş 2 eləyəcəyik bunu. Burada artıq bu lazım olmayacaq. Və belə. Age necə istifadə olunurdu ki? Hə, buradan sonra. Buradan bunu çıxartdıq.
Düzdür, bax aralarında sadəcə bir dənə onun belində bu açar sözü var da, o açar sözü. Gələk indi burada görək bizdən nə istəyir. Password. Hə, okey, bunlar ayağa qalxdı. Out nədir ki? Necə? Out yazmışsa, out, açar söz. Hər O nədir? out və ref açar sözləridir. Və iki dənə açar sözüdür də. Və biri yazılır ref, biri də yazılır out. Bu value type dəyərləri funksiyaya referans type göndərilməsi kimi, belə deyim də, o kimi göndərilməsini təmin etməkdir. Bilirdim, bəli, refer yəni daha öncə Ref görmüşdüm. altını Out, bitirdi. bəli. Bir də əslində ində var. Ona da biz baxarıq. İnin biraz situasiyası fərqlidir. İnlə, hə, hətta belə eləyək. Ya bura ində yazaq. İndə var. İnlə olanda artıq funksiya içində belimdə məhdudiyyətlər biraz fərqlidir. İndi ona baxacağıq. Deməli, neynədik biz burada? Bir dənə dəyərlərə baxaq. Hə, reflə not arasında sadəcə kiçik bir fərq var. Birinin dəyər verilməsi mütləqdir funksiyaya göndərməmişdən qabaq, birində verməyə də bilər. Onlar arasında kiçikdir fərq. Bizdə dəqiqə sətirlərimiz. Deməli, köhnə yaşımız hardadır? Köhnə yaşımız 23. Düzdür, burası düzdür. Sonra yenilənmiş, hayda, bu bir şey unuttum. Dayan. İçində də eyni 99 yazmışıq, bu bizə bir şey ifadə eləməyəcək də. Bunu gərək yazaq 88. İndi onun üstündən düzgün gedəcək. Çünki bayaqçısında fərq ifadə eləməyəcəkdir bizim yazdığımız. Tamamdır. Bax, qayıtdıq bura, deməli. Köhnə yaşımız 23-dür. Düzdür, 23 gəlir köhnə yaş var burada. Sonra burada ünvana görə artıq ötürülməni təmin edir. Normalda biz bunu value olaraq göndərirdik. By default olaraq və belində value typelar dan olan dəyişənlərimiz funksiyaya dəyərlər nəticə ötürür. 5-dirsə 5, 3-dirsə 3, nəticə o ötürülürdü. Amma biz bunu dəyişdik. Dedik ki, gəl bunu da referans tayplar necə işləyirsə, o məntiqlə dəyişə bilərik, apara bilərik. Hə, orada da bizə şiat deyir ki, onda 3 sensor sözü verirəm. Sən bu 3 sensor sözünü istifadə eləsən, artıq mən sənin cari qayda by default olaraq value ötürülməsini dəyişəcəm. Orada yenə də ünvana görə ötürəcəksən. İndi burada ünvana görə də ötürəndə dediyimiz həmin açar sözlərindən verir, hər hansısa birini istifadə edirik. Onun da istifadə olma qaydası bu şəkildədir. Demək, dəyişənimizi yaratdıq, bu heç, bundan işimiz yoxdur. Gəlirik bura deyirik ki, outla göndər mənim dəyişənimi. Bu artıq bildi ki, bu artıq referansla gedəcək. Burada artıq ünvan məlumatları ötürüləcək, dəyəri yox. Ünvan da ötürüldüyünə görə yeni referans sahibləri necədirsə, onun üstündən olduğu kimi iş görəcək. Burada referansın ötürüldüyünə görə funksiya daxilində verilən 99 çöldəki dəyişənə bax təsir elədi. Tamam, ona görə də yenilənmiş yaş burada çıxmış oldu. Necə 99? Mən gəldim eyni oxşar strukturda funksiyaya referanssız göndərdim. Bax, sadəcə age göndərdim. Bunun içində yazmışdıq 88. Amma bax, görsən 88 öz əksini tapmadı. Bildiyin sadəcə belə qısa olaraq desək, value type'ların davranışını dəyişib referans type eləmək istəyiriksə funksiyaya göndərəndə bu açar sözlərindən istifadə eləyəcəyik. Yəni qısa Hı olaraq -hı. desək bax belə. Aralarında da belə kiçik bir fərq dediyimiz kimi var. Ref-to out-du, belə deyim də, bu lap ənənəvi istifadə olunan ikisidir. In sonrakı versiyalarda gəlib. Ref-out arasında sadəcə kiçik bir fərq var. Birində mütləqdir ki, dəyərə malik olsun, birində dəyərə malik olmaz.